Hər kəsə mərhəbən. Bu gün sizlə birlikdə bir günlük vlog çəkirəm. Bu günləri ayın 20-sidir. Normalda vlogu istəyirdim ki, ayın 24-də başladım. Çünki ay günü vlog kimi şey seçmək istəyirdim. 24-dən başlayaraq mən ay günü keçirdəcəm. 24-ü bir dostumla keçirdəcəm. 26-sı bəzi dostlarımla var, onlarla keçirdəcəm. Sonra 27-də öz ay günümdür. Onu da ailəmlə bir yerdə qeyd edəcəkdim. Amma dedim ki, olsun bu gün vlog çəkim. Onları da ayrıca bir vlogda seçərəm onsuz da. Bir yerdə bu günə hazırlaşıb rəsmə gedəcəyik. Əminci dırnağa gedəcəyik, dırnaq səhətləmə gedəcəyik bir yerdə. Sonra isə məşğələmə gedəcəyik. Yəni belə mən kombinimi eləmişəm. İndi kombinimi göstərəcəm. Kombinimi göstərdikdən sonra bir yerdə makyaj edəcəyik. Birinci konsiler alıb sonra dırnağa gedəcəyik. Bu arada konsilerim bitibdi, yəni tələsini almalıyam. Yəni belə, indi ən birinci gedək kombinimi sizə göstərim. Sonra makyajımı bir yerdə eləyək. Sonra dırnağa gedək bir yerdə. Onda kombinimi gedək göstərim. Üstdən belə jilet geyinmişdim. İçinə də 4 yaxa crop geyinmişdim. Altına da qara cins şalvarımı geyinmişdim. Belə sadə kombin eləmişdim. Deməli, mən belə bir makyaj... bunun normal konsilerdir. Yəni kapatıcı deyirlər də. Yəni bunu buradakı sivilcəmi örtməyə istifadə edəcəm. Yəni düzü çox böyük performans gözləmirəm. Yəni ucuz qiymət almışdım ona görə. Öz konsilerim bitibdi. Ona görə bundan istifadə edəcəm. İndi bunda fırçayla yayacağım. Bir dəqiqə. Belə bir fırçayla. Deməməm, dəri rəngimə buradakı uyumdur. Biraz belə götürdüm. Əslində çox da belə fərq yoxdur. Qəşəng bağlayır. Buradakı da uyğundur. Yaxşıdır. İndi mən bundan istifadə edəcəm. Beləydi, bu boydaydı. Mən sonra getdim, bunu ıslatdım. Sponsu artıq ısladıb üşütməyi sevirəm. Nəsə son günlərdə belə istifadə edirəm. Belə daha yaxşı yayılır. İndi bunu yayaq. Konsiler yaydım. İndi isə pudradan istifadə edəcəm. Bir dənə yanımda bir dənə qız oturmuşdu. Qarşıda məndən soruşdu ki, Saylatırın nədir, hansı markadır? Mən dedim ki, bəs Fitin Validim bu Saylatırdır. Bunun sarı rəngini istifadə edirdi. Qızda yanağında o vardı. Qızın yanağının sarı rəngidir, məndə bu rəngidir. Bəs dedi ki, məndə belə durmur falan. Mən dedim ki, bəlkə mənim ki, bu 01 olmalıdır, ağ rəngdə. Dedim, bəlkə mənim ki, ağ rəngdə ona görə. O da deyir ki, ola bilər. Qızın yanağındakı highlighter bunun sarı atonu şəklini bura qoyacağım. Onun yanağında bir sincə dururdu. O daha çox, necə deyim, dəri rəngi, tünd olanlara daha yaxşı yaraşır. Bu ağ rəngi isə belə sarı alt tonu dəriyə sahib olanlara daha yaraşır. Yəni mən dedim ki, bəs budur, bu çox qəşəng, çox məmnunam. Qızı dedi ki, elə mən də bundan alaram onda. Çünki digəri qızın rəngi tonu, dəri rəngi tonu biraz sarı alt tonluydu. Yəni elə qəşəng durmurdu da, yəni parlamırdı. Amma bu məncə onda qəşəng durar deyə düşünürəm. Yəni mən bundan çox məmnunam. Çünki bu highlighter'ı çox sevdim. TikTok'da keşf etmə full highlighter'dir. Mən axıra getdim, bunu aldım. Yəni bir illə istifadə edəcəm və hələ qurtarmayıbdı. Yəni hələ burası sadəcə istifadə eləmişəm. Desenlərlə əl vurmamışam.
Yəni belə, yəni bunu çox sevirəm, çox məmnunam. Bir tane də yeni alacağam. Bitməsə hər düşürəm. Yəni çünki həm deyim, hər yer vurmuram da. Yəni elə insanlar var ki, özünün hər yerinə highlighter istifadə edir. Mən yalnız lazımlı olan yerlərə. Çünki olar ki, mənim ayda Maybelline Sky High maskarası vardı. Bunu mənə verdi. Daha doğrusu verməyib, çantamda yadımdan çıxıb qalıbdı. Onda bu günə bunu istifadə edəcəm. Həmin ay. Yəni heç nə deməz yəqin ki. Onsuz da dərs istifadə edirik. İndi bunu kipriklərimi tətbiq edəcəm. Başlayaq. Kipriklərimi qıvırmaqla başlayıram. Kipriklərimi çox bəyəndim. İndi isə qara karandaş çəkəcəm, amma necə çəkəcəm? Tam içini çəkməyəcəm. Yəni çəkə də bilərəm əslində, ona görə çəkirəm. Yəni qəşəng olacaq. Deməli gəldim indi dırnaq düzəltdirmə yerinə. Liftdəyəm. Evdən çıxanda kombinimi tam göstərəməmişəm. Buranın şık xoşuma gəldi. Belə. Deməli bunlar laklardır belə. Burada pilkabdır. Yəni dedim törpü falan. Asison. Belə. Neyse burada sizin üçün dırnaq stikerlarının üstüne laklar seçirəm. Rənglər vardı, çox çeşid. Modelə hələ dəqiq qərar verməmişəm. Yəni Pinterestdən seçəcəm. Çünki bilmirəm yəni. Rənglər xal desin. Dırnağımı eləyən anamın dostu idi bu arada. Seydə xalaydı. Onlar da getdim o elədi yəni. Və çay falan da verir sağ olsun. Yəni belə. Dırnağı deyəndə gözləmək əslində çətin bir iş deyil. Amma dırnağın formasını, rəngini seçmək məncə çox çətindir. Burada da rəngə qərar verə bilmirdim. Sonradan dedim ki, bəs səhra olsun. Çünki səhra güllər də vardı ona görə. Sonra belə təmizlədi. Xala rakı beyazından istifadə elədi. Bir də səhra elədim birini. Belə çox bəyəndim. Sonra isə stikerlər göstərirəm ki, bəs burada səhra stikerdən istifadə edəcəyik. Bitti dırnaqlarım. Evet çatıram. Yine mən və yine lift. Dırnaqlarım belə oldu, daha geçen göstərirəm. Və belə rəsmə getmədim bugün. Çünki saat, mən deyib 2 saat qutardı dırnaq, saat 3 saat çəkdi. 1 saatlıq rəsmə getmək istəmədim. Yəni belə. Və canlarım, indi mən evdəyim, saçım bayağı şişibdi. Bu niyə belə oldu bilmirəm. Hava ilə təmas eləyəndə saçım şişir. Neyse, indi sizə dırnaqlarımı daha yaxından belə detaylı göstərim. Baxın, buralarda deyib ki, 2 dənə gül var, belə. Bu səhra rəngdədir. Bu digərləri isə rakı beyazı deyilən ağ rəng var, o rəngdədir. Yəni belə, mən çox bəyəndim. Qəşəngdir. Biraz uzundur, bir tık uzundur. Çox deyil, amma biraz uzundur. Amma narahat eləmirəm, yəni istifadə edə bilirəm. Yəni belə idi. Yəni bu günü seçəcəklərim bu qədər. İndi gedib bir yerdə film izləyəcəm, makyajımı çıxardacağam. Sonra makyajımı çıxardandan sonra da yəqin dediyim kimi film izləyib alt borculu yeyəcəyik. Bu gün yeməyə atam tantuni dönərdən bizə lahmacun almışdı 4 ədəd. Yəni belə mən dadını çox bəyəndim yəni. Belə açılışını burada sizin üçün yedim. Yəni belə.
Deməli, anlıq bir qərarla saçımı yudum. Çünki biz mənim dostum Leyla ilə bir yerdə sabahları KFC-yə gedəcəyik və dedim ki, niyə də indi saçımı yumuyoruz, sayra hazır qalsın. Neyse, indi saçımı qurdacağam. Saçıma baxım eləmirəm. Ya da eləyim, 2 dəqiqə eləyim. Saçımı qurutduqdan sonra da gedəcəm, böyük ehtimal vlogu burada bitirəcəm. Yəni çox çəkməyə bir şey olmadı olsun bu günlər dediyim kimi. Neyse, gedim indi baxım əşyalarını gətirim gəlim. Mən indi saçımı qurutdum, amma saçım belə dalğalı olduğu üçün indi saçımı düzləşdirəcəm, sabaha bu da qalmasın deyə. İndi saçımı əminincə 2 ayıracağım, sonra hissələrə ayıracağım və başladım bir tərəf düzləşdirdim, sonra isə digər tərəf. 2-yə belə ayırdım, indi bu tərəfi belə sprey ilə nəmləndirəcəm ki, qoy biraz ıslaq olsun, yəni sistem qorusun həm də. Sonra darayım. Saçımın bir tərəfini belə düzləşdirdim. İndi isə bu tərəfə keçirəm. Bunu belə çıxarım, bu qalıb burada yadımdan çıxır. Nəysə. Bunu belə çıxartdım. İndi keçdik bu tərəfə eləyəcəm. Buranı da yenə. Bu başlığı deyəsən xarab oldu. Belə qəribə buraxır. Baxın. Bilmirəm niyə. Əsəbləşdim. Neyse, bunu belə biraz vurduq bəsləyən çox fırlanlıqda. Saçım nəmdir zaten. Artıq uşaq səsləri gəlir. Çünki pəncərəmiz açıqdır və oradan həyətdəki uşaqların qışqırıq səsləri gəlir. Heç də olmaz məncə. İndi saçımın bu tərəfini düzləşdirəcəm. 3 dənə kombin eləməliyəm. Biri ad günümə. Bilmirəm ad günümə nə geyineyim. Təzə paltar almaq istəmirəm çünki təzə almışam onsuz da, yəni artıq nə ala bilərəm. Normalda mən alışverişə çıxacaqdım bu arada, yaz alışverişinə də. O hələ qalıbdı. Çünki Məryəmlə ikimizin eyni günlərdə boş vaxtı yoxdur. Nəysə, indi ona görə o ertələnibdir. Amma ad günü üçün 26-sına bir kombin eləməliyəm. 25-nə bir kombin eləməliyəm. Ailəvi 27-sinə də bir kombin eləməliyəm. Yəqin 27-sinə köynək alaram təzə. Yəni əsla gülmədən. Onunla getdiyimiz yerlərə yəqin ki, evdəki aldıqlarımdan kombin eləyərəm. Nəysə, indi deməli, bunu belə saçımızda toppuz eləyəcəyik. Çünki niyə olmasın? Bəndə toppuz var. Aha, indi keçdik buranı düzləşdirək. Başlayayım. Onu qutarım, gəlin. Və mən saçımı belə düzləşdirdim. Saçım bitdi. İndi sizə 2 dənə aksesuar anam gətirmişdi. İndi sizə bu anam gətirdiyi aksesuarlara baxacağıq birlikdə. 2 dənə aksesuardır. Birincisi belə septim. Baxın, burada belə kuponu var. Biz bu çox mənim yaşım uyğun deyil, bu anam üçündür. Bir də belə sırğalar var. Baxın. Bunu yoxlaya bilərik amma. Çünki incidir yəni. İndi baxaq. Mən də sırğa çox sevirəm. Pis durmur əslində, yəni o qədər də pis durmur. Məncə qəşəngdir. Yəni ağ rəngdə kropla, altı yubqayla falan qəşəng gələr yəni. Və digərini taxmıram artıq. Belə qəşəngdir bu sırğalar, xoşum gəldi. Amma sırf anamın yaşına daha çox uyğundur. Belə. Yəni saçımı qurutdum, saçımı düzləşdirdim. Qaldı nə? Mən kombin eləməliyim. Nəysə sanırım vlogumuz bu qədərdir. Ümid edirəm video xoşunuza gələr. İnşallah ayın 25-i, 26-sı gəzməkdə olacağam və onları da hamısını sizin üçün bir vlog qoyacağam. Yəni çox maraqlı vloglar gəlir qarşıdan. Alışveriş vlogunda dediyim kimi Məryəmlə vaxtlarımız haçan boş olsa, haçan eyni günə düşsə, yəni haçan eyni gündə boş olsa, ona gedəcəyik Bakıya bir yerdə, onu da çəkəcəm vlogu sizin üçün. Məryəmin kanalına vlog bilmirəm haçan gələcək. Məryəm mən son demişdim ki, bir həftə atacağım. Yay gəldi, Məryəm hələ vlog atmayıbdı. Yəni Məryəm baxırsansa at vlog. Neysə, indi mən bu vlogu bitirib editini eləyəcəm. Yəqin ki, bunu bazar gününə falan çatdıraram. Yəni editimi bitirəcəm və bu vlog bitəcək. Sonra yükləyəcəm YouTube-a. İnşallah sabah gedib konsiler almalı düşünürəm. Konsilerim qutarıbdır və ürəyim sıxılır konsilersız. Yəni tək əlimdə olan konsiler o bu və yaxud vlogda göstərdiyim far paleti kimi olan konsilerdir. Bu da o qədər qəşəng qapatdığını düşünmürəm yəni bunun yəni. Çünki həm də qiymətin olsun münasibdir yəni. Neysə belə saçım düzləşdirmişəm, amma şişdir. Bilmirəm niyə. Əsəbləşəm belə olanda. Onda mən gedim vlogu bitirim, editini eləyim. Başqa video vloglarımda görüşmək üzrə. Öpdüm. Bye bye.